Hansı reabilitasiyaya yerləşdirim ki, övladım bu dəfə sağalsın? Valideynlər tərəfindən mənə ən çox ünvanlandırılan suallardan biri. Baxacağınız ilk nüans: rəhbərin ayıqlığı necədir və personal heyəti hansı keyfiyyətli sistem üzrə iş aparır? Bir insan 6 aylıq bir proses keçibsə, özü mərkəz açırsa, bu sizin üçün göstərici olmamalıdır. Çünki bir insan öz məsuliyyətini götürməsi üçün müəyyən bir müddət lazımdır. Hansı ki, asıllıq xroniki bir xəstəlikdir. 6 aylıq bir prosesdən sonra mərkəz açmaq, bu heç də doğru bir məqam deyil. Əgər xaricdəki təcrübələrə əsaslanaraq protokol qaydası ilə danışırıqsa, bir personalın konsultant məktəbini bitirməsi şərtdir. Mərkəzin klinik psixoloq və psixiatr mütəxəssis heyəti olmalıdır. Ailə psixoterapiyasının olması və ailə dəstək terapiyalarına, qrup terapiyalarına qoşulması vacib məqamlardan biridir. Reabilitasiya sonrası isə protokol qaydasına baxsaq, yenə də dəstək qrupları, psixoterapiya istiqamətli terapiyalar vacib məqamlardan biridir. Təəssüf olsun ki, bugün bu protokol qaydasından çıxan bir çox reabilitasiyaları, keyfiyyətsiz reabilitasiyaları çox görürük. Bax elə bu məqamların, bu nüansların nəticəsində relaps, yəni sənin dilindən desək, qırılma prosesi, sırf prosesi ona görə də aktivdir, ona görə də bu qədər sırflarla qarşılaşırıq və bugünkü gün valideynlər tərəfindən inam və etibarın itməsinə gətirib çıxarır. Nəzərinizə çatdırım ki, keyfiyyətli bir reabilitasiyanın məqsədi əslində insanı müəyyən bir müddət ayıq saxlamaq deyil. Məqsəd reabilitasiya sonrası cəmiyyətə dəyişmiş bir fərd yetişdirərək təqdim etməkdir. Məhz ona görə də mərkəz seçərkən binaya deyil, əsas olan mərkəz rəhbərlərinin keyfiyyətli ayıqlığına, mütəxəssislərinin diplom və sertifikatlarına, verdiyi nəticələrinə, protokol qaydasına və proqram və təqdim etdiyi psixoterapiya istiqamətlərinə, hansı ki, bura daxildir Smart Recovery, Brain Spotting, Coherence, MDR şema, kognitiv davranış terapiyası, Mindfulness və bir çox bunun kimi say bitməz psixoterapiya istiqaməti və 12 addım proqramı.